Salam qızlar, İlməvi kanalıma xoş gəlmisiniz. Kanalıma yüklədiyim yeni videolarından xəbərdar olmağınız üçün kanalıma abunə olub, videolarımı bəyənərək mənə dəstək olmuş olarsınız. Təşəkkür edirəm. Qızlar, bugün mən sizin üçün belə gözəl bandananı necə toxuyuram, onu göstərmək istəyirəm. İnşallah siz də mənimlə birgə toxuyarsınız. Gözümüzün nuru bol olsun. Allah işimizi avand eləsin inşallah. Elə isə başlayaq. Bismillah. Sapımın markası Yarın Ardrapido. Milçəmiz isə 2,20 mm-dir. Deməli, birinci nə edirik? 7 dənə zəncir çəkirik. 1, 2, 3, 4, 5, 6, 7. 7 zəncirimizi çəkdik. Sonuncu ilməklə birinci ilməmizi ilmək sürüşdürmə ilə bir-birinə birləşdiririk. Sonra 1, 2, 3. 3 dənə zəncir çəkirik. Milçəmizin üzərinə ipi alırıq və bu ipimizi toxuya-toxuya toxuduğumuzun içərisində gizlədirik bu ipimizi. Deməli, 3 dənə ikili trabzan toxuyuruq. 1, 2, daha doğrusu 2 dənə. 3 dənə niyə görə dedim? Çünki birinci qaldırdığımız bu 3 dənə zəncir var idi ya, o da bir dənə trabzan sayılır. Sonra 2 dənə zəncir çəkirik. 1, 2, ipimizin üzərinə, milçəmizin üzərinə ip alırıq. Yenə bu 7 dənə zəncirin içərisinə 3 dənə ikili trabzan, 1, 2 və 3. 3 dənə ikili trabzan toxuyuruq. Sonra yenə 2 dənə zəncir çəkirik. Milçəmiz üzərinə ip alırıq. Yenə də 3 dənə ikili trabzan toxuyuruq. 1, 2 və 3. Birinci sıramızı bitiririk. Bunu içərisində biraz gəzdirdikdən sonra ipimizi kəsə bilərik. İndi isə görürsünüz bu cür 3 dənə, 3 dənə, 3 dənə. 4 dənə eləmişdik, üzrlü sayın. İndi isə nə edirik? İndi işimizi fırladırıq. İkinci sıramıza keçirik. İlmək sürüşdürmə edirik. Gəlirik bu 2 dənə zəncir çəkdiyimiz yerə qədər. Baxın. 1, 2 və 3. 3 dənə ilmək sürüşdürmə elədik. Gəldik bu 2 zəncir çəkdiyimiz yerə. 3 dənə zəncir çəkdik. Bu bizim bir dənə trabzanımız sayılır. Milçəmizin üzərinə ip aldıq. 1, 2. 2 dənə də ikili trabzan toxuduq. Görürsünüz burada 3 dənə ikili trabzan alındı. 1, 2, 2 dənə zəncir çəkdik. Milçəmizin üzərinə ip aldıq. Yenə də eyni yerə. 1, 2 və 3. 3 dənə ikili trabzan toxuduq. 1, 2, 3, 4, 5. 5 dənə zəncir çəkdik. Milçənin üzərinə ip aldıq. Və keçdik növbəti 2 dənə çəkdiyimiz zəncirin üzərinə. 1, 2, 3. 3 dənə ikili trabzan, 2 dənə zəncir, 3 dənə ikili trabzan. 2, 3 və ikinci sıramızı da bitirdik. İndi yenə işi çeviririk. İlmək sürüşdürmə edirik. 1, 2. Görürsünüz, ilmək sürüşdürmə elədik. 1, 2, 3 dənə zəncir çəkdik. Milçəmizin üzərinə ip aldıq. 2 dənə ikili trabzan. 1, 2. Burada nə oldu? Zəncirlə bir yerdə 3 dənə ikili trabzan. 2 dənə zəncir. 3 dənə ikili trabzan.
1, 2, 3, 4, 5. 5 tane zəncir çəkdik. Onu göstərmək istəyirəm ki, bu ikili baxın bunu göstərim sizə. Bunu bizim bandanamızın yan tərəfi olaraq, yəni ki, yan tərəfinə əlavə toxuma etməyək deyənə baxın bu hissəsi. Görürsüz? Bu hissələridir. Yəni bu hissəsini toxuyuruq. Ora həmişə 2 dənə, 3 dənə ikili trabzan, 2 dənə zəncir, 3 dənə ikili trabzan toxuyuruq. Yəni hər yan tərəfi bu cür gedəcək. Amma ortasına həmişə 5 dənə zəncirlə iş görəcəyik. Baxın, bu görürsüz əvvəldə çəkdiyimiz 5 zəncir var. Onun sadəcə üzərinə bir dənə sıx ilməklə bərkidirik 5 dənəli zəncirimizi. Yenə də 5 dənə zəncir çəkirik. 2, 3, 5. Yenə milçəmizin üzərinə ip alırıq və başlayırıq yan tərəfdə olan motivimizi toxumağa. Onun üçün də nə edirik? 3 dənə ikili trabzan toxuyuruq. 1, 2, 2 dənə zəncir çəkirik. 3 dənə ikili trabzan toxuyuruq. Hər dəfə də deyib bezdirmək istəmirəm. Sadəcə toxuyub gedəcəm. Siz yadınızda saxlayın ki, sıranı bitirdikdən sonra işimizi çevirdikdə ilmək sürüşdürmə edirik burada. Ta ki bu 2 dənəli trabzan toxuduğumuz, 2 dənə zəncir çəkdiyimiz yerə qədər. Burada da 3 dənə zəncir çəkirik, milçəmizin üzərinə ip alırıq. 3 dənə ikili trabzan burada, zəncirlə bir yerdə 3 dənə sayırıq. 1, 2, 2 dənə zəncir çəkirik və yenə 3 dənə ikili trabzan toxuyuruq. 5 dənə zəncir, 1, 2, 3, 4, 5 və keçirik motivimizin əsas hissəsinə, balıq qulağıya. Görürsüz, burada 2 dənə zəncirin birləşdiyi yeri var bura. Burada görürsüz, bir dənə sıx ilməklə birləşdirmişik. Burada bizim üçün ilmə var. Bu ilməyə balıq qulağımızı yerləşdiririk. Naxışın adı balıq qulağı kimi gedir. Baxın, 1, 2, 3, 4, 5. 5 dənə ikili trabzan toxuyuruq. Həmin burada olan ilmənin içərisinə, sonra yenə də 5 dənə zəncir, 1, 2, 3, 4, 5 dənə zəncir, milçəmizin üzərinə ip alırıq və qıraq motivimizi toxuyuruq. Qıraq motivimizi də yadınızda saxlayın ki, 3 dənə ikili trabzan, 2 dənə zəncir və 3 dənə ikili trabzan toxuyuruq və keçirik növbəti sıramıza. Növbəti sıramızda yenə ilmək sürüşdürmə edirik. 3 dənə zəncir çəkirik. Boşluğa, həmən bu boşluğa yenə də 3 dənə ikili trabzan, 3 dənə ikili trabzan deyirəm. Yəni nə? Birincisini artıq toxumuşuq da 3 dənə zəncir çəkməklə. 2 dənə zəncir və 3 dənə ikili trabzan. İndi deyim sizə. 5 dənə zəncir çəkək. 1, 2, 3, 4, 5. 5 dənə də zəncir çəkirik. İndi bir şey deyim sizə. Bizim bu sıralarımız bir sıra bu cür balıq qulaqlarını yığacaq. Bir sırada zəncirləri yığacaq. Hal-hazırda bir dənə balıq qulağı qoymuşuq. Deməli, növbəti sıra nə olmalıdır? Növbəti sıra zəncirləri yığmalıyıq. İndi zəncir yığma sıramızdır. Zənciri necə yığırıq? Göstərmişəm, yenə göstərim bir daha da. 5 dənə zəncir yığdıq. Görürsüz, bu zəncirin alt hissəsindən keçdik, ipimizi götürdük. Bir dənə sıx ilmə toxuduq. Yenə 1, 2, 3, 4, 5 dənə zəncir çəkdik. Gəldik balıq qulaqlarımızın üzərinə. 1, 2, 3. Üçüncü sütunun üzərindəki ilməyə bir dənə sıx ilmə toxuyuruq. Niyə görə üçüncü sütunun üzərinə toxuyuruq? Çünki
Görürsünüz 2 dənə ilmə burada qaldı. Ortada həmən bu sıx ilmə, 2 dənə də bu tərəfdə. Deməli tam ortasını seçirik. 1, 2, 3, 4, 5 dənə zəncir çəkirik və yenə də bu zəncirin altından ipimizi çıxardırıq. Bir dənə sıx ilmə toxuyuruq. Yenə 5 dənə zəncir çəkirik. Və qıraq motivimizi toxuyuruq. Qıraq motivimiz nə idi? 3 dənə ikili trabzan, 2 dənə zəncir və yenidən 3 dənə ikili trabzanımız. İşi çeviririk. İlmək sürüşdürmə edirik. 1, 2, gəlir çatırıq motivin həmən bu hissəsinə. 3 dənə zəncir. 2 dənə. 3 dənə ikili trabzan. 2, 3. Sonra yenə 5 dənə. 1, 2, 3, 4, 5 dənə zəncir çəkirik və gəldik hansı sıramıza? Bu balıq qulaqlarını yığacağımız sıraya gəlirik. Balıq qulaqlarını haralara yığırıq? Balıq qulaqlarının üzərinə heç vaxt da balıq qulağı əlavə eləmirik. Sağına və soluna əlavə eləyirik. Baxın, burada görün necə görünür. Görürsünüz, heç bir balıq qulağının üzərində balıq qulağı yoxdur. Görürsünüz, budur solunda, sağında. Budursa solunda, sağında. Görürsünüz, heç birinin üzərində yoxdur. Ona görə biz də balıq qulaqlarımızın üzərinə balıq qulağı toxunmayacağıq. Baxın, burada 2 dənə zəncirin bitişdiyi yer var. Bura 5 dənə ikili trabzan yığırıq. 1, 2, 3, 4 və 5. 1, 2, 3, 4, 5 dənə zəncir çəkirik. Milçəmizin üzərinə ip alırıq. Nə demişdik? Balıq qulağının üzərinə balıq qulağı toxunmayacaq. İndi keçirik bu biri tərəfinə. Görün, 2 dənə zəncirin birləşdiyi yerə. Burada 5 dənə. 1, 2, 3, 4, 5 dənə ikili trabzan toxuyuruq. 1, 2, 3, 4, 5 dənə zəncir çəkirik və qıraq motivini toxuyuruq. 3, 2 dənə zəncir. 1, 2, 3. 3 dənə də ikili trabzan toxuyuruq və işi fırladırıq. Zəncir sürüşdürmə edirik. Gəlirik, çatırıq həmən bu yerə. 3 dənə zəncir çəkirik. Milçəmizin üzərinə ip alırıq. Yenə motivimizi toxuyuruq. 1, 2 zəncir. Yenə eyni yerə. Üç dənə ikili trabzan. 1, 2, 3, 4, 5 dənə zəncirimizi çəkirik. Bu sıra hansı sıradır? Zəncirləri yığdığımız sıra. Deməli, bir sıra balıq qulaqlarını yığırıq, bir sıra zəncirləri. Zəncirləri hara yığırdıq? Baxın, 5 dənə çəkdim bu zəncirin üzərinə. Birinci zəncirimizi bura bərkidirik. Yenə 5 dənə. 1, 2, 3, 4, 5 dənə zəncir çəkirik. Hara yığırıq? 3-cü sütunun üzərində olan ilmənin üzərinə belə. Bir dənə sıx ilmə ilə bərkidirik. 1, 2, 3, 4, 5. 5 dənə zəncir. Görürsünüz, burada bir dənə zəncir var. Zəncirin üzərinə yığırıq. Sonra yenə 1, 2, 3, 4, 5. 5 dənə zəncir hara yığırıq? Balıq qulağımızın 3-cü
sütunun üzərindəki ilmənin üzərinə bir dənə sıx ilməklə bərkidirik. 1, 2, 3, 4, 5. Yenə zəncirin üzərinə bir dənə sıx ilməklə 1, 2, 3, 4, 5. 5 dənə zəncirimizi çəkdik. Qıraq motivimizi toxuduq. 2 dənə zəncir. 3 dənə ikili trabzan. Və sıramızı bitirdik. Görürsünüz, bu cür gedir. Bunu çəkim, görünsün. Bunun beləçinə qaldığına aldanmayın da. Yəni bu mütləq ütünün parı ilə ütülənəcək və bu cür açılıb gözəl bir şəkil alacaq. Yəni ki, toxuduqdan sonra bunu mütləq ütünün parı ilə para verəcək. Onu da göstərəcəm sizə necə və bu cür davam edin. Necə davam edirdik? Bir sıra balıq qulaqlarını yığırdıq, bir sıra zəncir. Bir sıra balıq qulağı, bir sıra zəncir. Mən biraz toxuyum, gəlim. Baxın, biraz toxudum. İndi hansı bir dəqiqə. Açıldı əlimin altında. İndi nə edirik? Yenə də eyni yolla davam edirik. Sadəcə sizə biraz toxuduqdan sonra göstərmək istədim. Yenə də 3 dənə zəncir çəkirik. 2 dənə ikili trabzan. 2 dənə zəncir çəkirik. 3 dənə ikili trabzan. 3. Baxırıq, görürük ki, bu sıra hansı sıradır? Balıq qulaqlarını yığacağımız sıra. Çünki zəncir sırası ilə bitirmişdik. Yenə 5 dənə zəncir. 1, 2, 3, 4, 5 dənə zəncir və başlayırıq hara yığırıq balıq qulaqlarını. Bir daha təkrar edeyim. Balıq qulağının sağ tərəfinə, sol tərəfinə, üzərinə qətiyyən yığmırıq. 2, 3, 4, 5 dənə ikili trabzan. 1, 2, 3, 4, 5. Milçəmizin üzərinə ip alırıq. Və yenə də bu iki zəncirin birləşdiyi yerə yenə də 5 dənə ikili trabzan toxuyuruq. Sıra sonuna qədər eyni cür gedirik. Mən biraz da toxuyum. Gəlim sizə göstərim ki, hara qədər toxumalısınız. Mən bandanamı toxudum. İstədiyim ölçüyə qədər gəldi, çıxdı. Ölçüm sizə də deyim. Neçə santimetr oldu mənim bandanamın uzunluğu. 45 santimetr oldu. Siz də özünüzə uyğun neçə santimetr istəsəz o qədər də santimetr toxuya bilərsiniz. İndi mən sizə buradan şnurlarını necə toxuyuram, onları göstərim. Bağcıqlarını daha doğrusu. Onu da deyim ki, harda bitirməlisiniz. Deməli, sıranızı toxuyanda balıq qulaqlarını yığırsınız və bitirirsiniz. Zəncir sırasına keçməyin. Balıq qulaqlarını yığdınız, gördünüz, dayanırsınız. İndi sıra bitib. Mən bura 50 dənə zəncir çəkəcəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 39, 40, 50 dənə zəncirimizi çəkdik. İndi bu zəncirimizi sadəcə ilmək toxumaqla bu cür sıra sonuna qədər toxuyuram. Bu cür. Sadəcə bir dənə ilmələrlə hər zəncirə bir dənə ilmə toxuyaraq bitirirəm.
Sıra sonuna gəldik, çatdıq. İndi milçəmizin üzərinə ipi alırıq. Burada neçə dənə? 3 dənə ilmə var. Bu 3 ilməni toxuyuruq. Bir, yarım sütunlarla. Baxın belə. İpi aldıq. Üçünü bir yerdə toxuyuruq. Yarım trabzanlarla. Belə. Gördünüz, 3 dənəsini toxudum. Milçəmin üzərinə ipi alıram və keçirəm növbəti 3 dənəni toxumağa. Burada ilmələrimizin sayını azaldırıq. Niyə görə azaldırıq? Çünki hamısını toxsaq, bandanamızın qabağı səliqəsiz görünəcək. Ona görə də yığırıq. Deməli, burada 6 dənə yarım sütunlar toxuduq. Burada neçə? 5 dənə çəkmişdik, amma 4 dənə toxuyuruq. Üzərinə 1, 2, 3, 4. 4 dənə toxuduq. İndi burada balıq qulağımızın üzərində 5 dənə ilmə var. Biz bunu 4 dənə toxuyacağıq. 1, 2, 3, 4. 4 dənə toxuduq. Bir dənə balıq qulağımız qalıb. Onu toxumuruq. Burada 5 dənə zəncir var. 5 dənə yarım sütunlar deyil, 4 dənə yarım sütunlar toxuyacağıq. 1, 2, 3, 4. Burada nə qədər idi? 5 dənə toxumalıyıq, amma biz 4 dənə toxuyacağıq. 3, 4, 4 dənə yarım sütunlar. Sonuncu ilməmizi toxumuruq. Burada da zəncirin üzərinə də 4 dənə yarım sütunlar toxuyacaq. Neçə dənə toxuduq, unutdum. 1, 2, 3, 4 dənə. Və bu cür sıra sonuna qədər davam edirik. Gəldik sonuncu ilmələrimizə. Burada da 3 dənə ikili trabzan vardı. Onları toxuyuruq. 1, 2, 3. Sonra 2 dənə zəncir var idi. Onları toxumuruq və keçirik növbəti 3 dənə olan ikili trabzana toxuyuruq və bitiririk. Sonra yenə də 50 dənə zəncir çəkirik. 1. İndi bu 50 zənciri yenə də sadəcə sıx ilmələrlə toxuyuruq sıra sonuna qədər. Gəldik, çatdıq sıra sonuna. Sıx ilmələrimizi bitirmirik. Bu toxuduğumuz yarım sütunların hər birinin üzərinə bir dəfə də sıx ilmə ilə toxuyuruq sıra sonuna qədər. Gəldik, çatdıq sona. Son harda olacaq? Baxın, bu quyruq hissəsinin, bağ hissəsinin, bağcıq hissəsinin başlayıb və bitdiyi yerdə. Burada da bir dənə sıx ilmə edirik. İpimizi kəsirik və işimizi bitiririk. Bu ipi də bu cür işin içində gizlədirik. Qalan ipimizi də kəsirik. İşimiz hazır. İndi bunu ütü ilə para verib sizə göstərəcəm. Baxın, bandanamızı qoyuruq bu cür, ya da para vermək istədiyimiz hər hansı bir məhsulumuzu, toxuduğumuz məhsulu
bu cür əlimizlə istəyirik. Bu cür. Və buraxırıq soyumağa.